Ay qardaş, səni Allah yaratdığına görə sən Allahın razılığını qazanmalısan. Allahın razılığını da qazanmaq üçün gərək Allahın əmrlərinə tabe olasan. Namaz qılmaq, oruç saxlamaq, hərdən məscidə getmək o demək deyil ki, sən cənnəti qazandın. Ən əsas amillərdən biri odur ki, Allahın razılığını qazanasan. Bax gör Allah səndən nələr istəyir. Tərbiyə, əxlaq, əməl salihlik, necə insan olmalısan, necə nümunə göstərməlisən insanlar arasında, necə ailə saxlamalısan, uşaqlarını necə tərbiyələndirməlisən, necə ailə sahibi olmalısan və cəmiyyət arasında necə özünü aparmalısan, vaxtında ibadət eləməlisən, şeytandan uzaq olmalısan, pis əməllərdən, günahlardan, haram yoldan, yalançılıqdan, oğurluqdan, əyləncələrdən, pozğun yollardan, zinalardan, qumar oyunlarından, pis vərdişlərdən, hər bir pis əməllərdən uzaqlaşmalısan ki, Allahın sevgisini qazana biləsən və Allahın razılığını qazana biləsən. Şərt o deyil ki, namaz qıldım, oruç tutdum, mən oldum cənnətlik. İbadət, oruç tutmaq, Allahın əmrinə tabe olmaq, bu vacib amillərdəndir. İbadət səni şeytandan uzaqlaşdırır və səni Allaha yaxınlaşdırır. Və ondan sonra başlayır, Allah səndən nələr istəyir, onları da Allahın izi ilə qəbul etməlisən və əməl etməlisən. Bu da əsas İslam. Gündə 5 dəfə namaz qılmalısan, Quran oxumalısan, cümələri mütləq namazda olmalısan, öz də sənə yaxın olan məscidlərdə. Ən əsas da bilməlisən ki, Allah səni nə üçün yaradıb? Ona görə ki, sən Allahın razılığını əldə edəsən və Allahın razılığını qazanasan. Ən əsas onun üçün sən yaranmışsan. Əxlaq və tərbiyə ilə yaşamağımız Allah əmridir. Unutma ki, insanların biri-birlərindən fərqli olması onların əxlaq və tərbiyəsindədir. Elə bəxtəvər o insandır ki, bu dünyada Allahın razılığını qazanmış olsun.